Metro insanların rahatlığını təmin edən ən gözəl ictimai nəqliyyat vasitəsidir. Dünyada elə bir inkişaf etmiş ölkə tapılmaz ki, metro xətti olmasın. Metro insanların kütləvi axınına məruz qaldığından baş verən qəzalar böyük faciəyə çevrilir. Elə biz də bu barədə danışacağıq. Kanala abunə olub bildiriş düyməsini açaraq bizə dəstək ola bilərsiniz. Sovet Zaqafqaziyasının mirvarisi olan Bakıda metronun açılması ilə bağlı söhbətlər 2-ci Dünya müharibəsindən əvvəl başlayıb. 1949-cu ildə SSR Nazirlər Soveti Bakıda metronun layihələndirilməsinə başlamaq barədə qərar qəbul edir. Bakı metropolitenin birinci mərhələsinin texniki layihəsi 1951-ci ildə hazır idi. Elə həmin il tikinti işləri başlayır. Lakin 2 il sonra maliyyə çatışmazlığı və çətin hidroloji şərait səbəbindən dayandırılır. 7 il keçəndən sonra layihəyə davam edirlər. 6 noyabr 1967-ci ildə Oktyabr inqilabının 50-ci il dönümündə 5 stansiyadan ibarət 6,2 km uzunluqda metropoliten istifadəyə verilir. Baksovet, indiki İçəri şəhər, 26 Bakı komissarı, indiki Sahil, 28 aprel, indiki 28 may, Gənclik və Nəriman Nərimanov. Bakı SSR-də Moskva, Leningrad, Kiyev və Tbilisidən sonra metropoliteni olan 5-ci şəhər oldu. 1989-cu ilin aprelində Qırmızı xətt üzrə 2 yeni stansiyanın, Xalqlar Dostluğu və Əhmədli stansiyalarının açılışı oldu. Azərbaycan müstəqilliyini elan edəndə metro artıq paytaxtın nəqliyyat sisteminin ən mühüm hissəsi idi. SSR-in dağılması və qeyri-sabit vəziyyətlə əlaqədar ölkədə ixtisaslı kadr tapmaq müşkülə çevrilirdi. Ancaq metro bir çox faciələrə də şahidlik edib. 20 yanvar hadisələri, terror aktları və s. 1995-ci il oktyabrın 28-də axşam Bakı metrosu pik saatda idi. Saat 18:00 radələrində Ulduz stansiyasından Nəriman Nərimanov stansiyası istiqamətində 5 vaqondan ibarət qatar yola düşür. Qatar tuneldə 200 metr gedəndən sonra qəfil dayanır. Qatardakı sərnişinlərdən biri jurnalistlərə açıqlamasında deyib: "Qatar tunelə girən kimi çaxnaşma gördük. Vaqonu alov bürüdü. İşıqlar söndü. İnsanlar çölə çıxmaq üçün pəncərələri sındırmağa başladı. Biz boğulurduq. Yanğın qatarın 3-cü vaqonunda baş verib, daha sonra digər vaqonlara keçmişdi. İnsanlar dəhşət içində qışqırırdılar. İşıq yox idi. Tunel qatı tüstü ilə dolmuşdu. Sərnişinlərin bəziləri izdihamda sözün əsl mənasında tapdalanmışdı. Bəziləri zəhərli tüstüdən huşunu itirib, digərləri isə yanğında yanmışdı. Tuneldə 40-a yaxın cəsəd tapılmışdı. Yanğın söndürənlərə faciə başlanandan təxminən 20 dəqiqə sonra metrodan yanğınla bağlı siqnal daxil olub. Bununla belə heç kim həqiqətən də nə baş verdiyini bilmirdi. Belə şəraitdə yanğın söndürmə yalnız oksigen balonlarından istifadə etməklə mümkün idi. Yanğın saat 19:05-də söndürüldü. Şahidlər gördükləri mənzərəni cəsəd dağı sözləri ilə ifadə edirdilər. Yanan qatarda 286 sərnişin olub. Onlardan 28-i uşaq, 126-sı qadın idi. Köməyə gələn xilasedicilərdən 3 həlak olmuşdu. Hadisə nəticəsində 270 nəfər yaralanıb, yanıb və zəhərlənib. 1990-cı illərdə hər şey Sovet irsinin üzərinə atmaq dəb idi. Sonra məmurlar da bu yolla getdilər. Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Abbas Abbasov dedi ki, metro sistemi köhnəlib, Sovet dövründən qalıb. Sovet dövründə onlar həqiqətən də sərnişinlərin təhlükəsizliyinə əhəmiyyət vermirdilər və buna görə də keçmiş SSR ərazisində tunellərdən keçən standart elektrik qatarları lazımi təhlükəsizlik sistemi ilə təchiz olunmurdu. Bakı metrosunda elə bərbad vaqonlar var ki, onlara minmək qorxuludur. Qəzanın səbəblərini araşdıran ekspertlər belə qənaətə gəliblər ki, hər şey dartıcı mühərrikin alışması ilə başlayıb. Metroda belə qəzalar baş verir. Lakin bir qayda olaraq insan tələfatına səbəb olmur. Oktyabrın 28-də Bakıda iş başqa cür oldu. Maşinist qatarı aşağı sürətlə insanları tez evakuasiya etmək və yanğın söndürmək mümkün olan platformaya çatdırmaq əvəzinə tuneldə qatarı saxlayıb. Yanğın siqnalı alan dispetçer isə elektrik kabelindən gərginliyi çıxarmamışdı. Tuneldəki ventilyasiya sistemi isə heç yada düşmürdü. Sürücü və dispetçer məhkəmə qarşısına çıxarıldı və hər biri 10 il müddətinə azadlıqdan məhrum edildi. Prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə 3 günlük matəm elan edildi. Ölənlərin dəfn xərcləri dövlət tərəfindən ödənildi. Həlak olanların ailələrinə 1 milyon manat ödənildi. 289 ölü. Dünya metro tarixində heç bir fəlakət bu qədər insan ölümünə səbəb olmayıb. Bu fakt Ginnesin rekordlar kitabına düşüb.